Züllüte bak. Züllüt. Gördüğe bak. O tarafa gittiler lan. Kondular oradaylar. Ha? Kalktılar ha. Gittiler o tarafa. Öyle çok uzak. Ya başını atın, kaçır o. O da kalktı. Çəkdim onu görəsən. Salam. Sen gördür yok. Gel abi gelip oturacak orada. Ha? Gelip girmez o suya kola. Ölürce öldü. Hiç imkan vermediler məlumat. Qəşəng patrondur ha, görürsən Seyda. Sən bir dəfəyə məhv eləyir, bir dəfəyə öldürür. 76 düzdür bu uzunluq, obrislərdən uzundur. 76 mı? Hə, bu şey uzun, patron da uzundur. Başının üstündeydi. O ördeydi baba. Gitti. Hadi bildim sen o üçlenen dedi.
Bu birisi düz gəldi başının üstünə. Qalxdı. Qorxdum ki, ataram sən də qalxarsan ayağa. Bulan branjleti var, qardaş canı. Sən, bulan branjleti var idi, bir şey verdin? Başım üstə gəlir. Bulan branjleti var idi. Hara gedirsən sən? Hara gedirsən sən? Öl də, əl sağ. Hara gedirsən? Hara getdi. Çəkirdi. Allah dostum çəkirdim. Səni. Bu neydi? Hündüdə vurduğumuz ördəkdir, tapdıq axırı. Bu da bizim ördək. Dedim ona öl də. Oradan vurmuşuq. Səytam, nə qədər yol gəlmişdir bura. Bu yekə qaşqalda oxşuyur. Yekədə. Kuşlardan yekədə. Şöyle de ördək. Allah bərkət. Daha cebi de buradadır. Bunu götürək. Ya Allah. Böyle bir tane kaş kaldı. Sonra qalxıb dərinə getdi mi? Oldu. Framur dərinə, lap dərinə. Ha, 3 tane kaş kaldı. Bir tane de ördəkdi. Elmur yine içinden vurur. 3-4 tane dolar vurur. Ha. Hele onlar bizden qabaq vurmuştu. Oynayalım demək, oynayalım. Hadi biz de burada kaş kaldı. Kaş kaldı. Onu koy oraya. Avuçların içine. Adam var. Adam da babam görürse böyle benziyorlar. Adam çok. Sana da çekim düşsün tarihe. Bir çekeceğiz. Bu nam tanıyordum Serdar. Allah'tan sağ olsun. Yine çay çek. Samovar çayı. Şey, termos çayı. Uşaqlar qırağında da kuş yok. Böyle bak bu rakı. Bu zülmən kazandı. Her gün orada bir nefer ölçe bütün babla fırla bile. O kuş ödül resim olur. Deyirəm uşaqlar qıraqdadır, görsən 4 nəfər gəlmişlər, hələ bizimkilər. Deyir 6 nəfərdir, 2 nəfər də var, hələ bizə yanımızda. Şeydir, bir dənəsiniz, patronatınız. Sənətlər oranı talarla kaldırdılar. Ona göre orada kuş olmadı. Orada mən istəyədim, o axır yoxdur, qobaya çıxar. Sənar ucu orada deyil. Öyle oradan gelmiş. Gel kimse. O vaxtdan bəri gəlirəm, tərkəmləri fırım. Çıxır gedir. Başta ışığın özü yavaş bala vurur. Gelir görür ki ışığın az dolu zehirledi. Doğru. Sen bak aktan sonra bak bile yılır gitse giderdi. Ben ağırlar, oraya tutuyor da. Elmur iyisi. Bir dənə araq çıxar. Hayır Nur. Ha? Şöyle de gelir. Ben yılır başka ne bileyim. Ya yavaş yavaş çay içip çıkırıq indi. Sonra akşam sonra. Akşam bir məsələ. Yıl kırağa tamam öyle. Hələ sabaha da yağış veriblər deyəsən. Ha? Sabah sabah ayırılır bak buradan. Bir de kuşu atıram. Buradan
Ona göre kaldıramazsam 15'te indi buradan gelirim. Hani mi? Akşam ışık, kabağımızda ışık buradaydın ha o baştan. Allah onu ön yıksın. Bak biz buradan üçüncüsünün yanımızda var. Bu da böyle böyle. Burada da dayazdaşıb bura. Her gün 10 lira boş var deseydik. Hə. Hə, təmiz dərili zatlı oldu, çıxartdın. Hə, ay sağ ol. Qəşədiyə qoyur, ay sağ burada yuyarıq. Şeydan belə elədi qaşqaldağı. Yemin iş götürüm. İşte yaparım orada eləyərsən. Burada yığırsa ha? Hadi burada. Seydan o belə təmizlədi. Tüklü dərili zatlı qopartdı. Qaşqaldağı belə çıxartdı. Belə şeylər tarixə retki düşür. Çayımızı qoymuşuq. Çayımız qaynayır. Elnur əmi buradadır. Bugünkü ovumuz babat oldu. Orada da Səydam təmizləyir bax orada. O da ovçuların nivasıdır. Hə, onlar da təmizləyir quşları. İnşallah onlar da eləyək gələk işlərimizi də. Bugün gün ortaya tez bazar kabab pişirək. Qismət olar inşallah axşama bəlkə sulu yemeği zat pişirdik. Neyse başka bir yemek düzelttik. Hele ki bugünkü ovumuz bu kadar. Gün orta yemeğimizi yiyək. Araba bu Səydam təmizlədiyi qaşqaldaqlardır. Ördək də var onun içində Səydam. Var, Vəkilin qarında uşaq oldu. Yoldan özümüz toyuq da almışdıq. Dedi ya bizə bir şey vuranmarıq. Həmişə ov olmur da. Ada yox, yaxşı oldu şükür Allah. Əsas odur yeməyimiz var. Burada da vardı. Ördək. Qəşəng ördəyimiz də var. Qaşqaldaqlar da var. Hə. Dənizdən gəlib hə? Hə, yaxşıdır bu. Ancaq mən sənə deyim Səydam, bunlar yağlı şey oxşamır ha qaşqaldaqlara hə? Aşağıda yak kalmadı. Sonra kalan yumurta çıxır. Hə, keçən daha ov qutarır. Mart ayında tutarız. Ovun sezonu qutarır. Bugünkü səhər ovumuz yaxşıdır, şükür Allaha, babatdır. Yaxşıdır, yola verdik. Gidək pişirək. Görək nə olur axırı. Ama sen bir çek. Ciğer de. Şiş doludur. İşte rahat bir başka şişe çek ha. Nazik şiş olmalıdır orada. İnsana xeyirdir o qaraciğer. Karaciğer ha. Karaciğer. Sen razılaşdın. Onlar razılaştı. Onlar razılaştı bu da. Bu da razı. Yoksa Səydam deyir ged onu suda yu. Deyir bu suda temiz de var. Çayımız da kaynadı. Biraz buna dem dökək. Yaxşıdır. Ağzını bağlayaq bunun. Qoyaq qalsın biraz bunun qırağında isti. Qoyaq bunun qırağında isti qalsın. Ozaq da düşsün közə.
Şeydə. Əsgərdə nə olmusan sən? Əsgərlikdə bax bugünkü gündə nə olmuşam. Əsgərlikdə Başında qalıb bu deyəsən vacib xəstətin. sən uje yemək pişirmək, qab yumaq, qaqan o işlərə baxırdı. Kuxuna sənin idi, doğru. Kuxuna palajenisi mənli idi, qaqa. Kuxunada başqa söhbət ola bilməzdi. Vilkalemdə hərlənirdim o yan bu yana. Sənin adın nə idi o əsgərdə? Nə dedilər? Vilka nə? Vilka şirin. Vilka şirin. Ha. Vilka şirin mənim. İndi bir dənə salat düzəldək. Orada kababı da pişirir, hə? Pişir. Seydan. Yarım qoydum, bir qabağa getsin ha. Hə, qaqa. Göz olana qədər. Yalnız çöldə çöl heyvanından. Bərəkədən də olsun, Azərbaycanda Seydan. Allah'ın olsun deyirəm. YouTube'da yeganə kanal idi ki, biz ov eləyirdik. Həmin ovu da biz idik pişirən. Balığa yedirdik, balıq pişirdik. Bizdən sonra... YouTube'da adım. Ha? YouTube'da ne yazıyorsun ya? Ha. Ya bak ne gəziriyor orada. Yok ben ne yazdım? Hə, ne yazırsan? Yazıyor bak YouTube'da sana bakmak istiyorum. Ha da. Yazırsan Ovçu 134. Maşın nömrəsi 134. Ora giz. Nə qədər balıq var, nə qədər ov var. Salatımız da əlaçu. Qəşəngdir. Kompot da gətirək qoyaq bunun böyrünə. Kampota değme. Kompota dəymə. Sən lap molla kimi deyirsən, o meyvəyə dəymə. Ha, əsas odur ki, çayımız necə deyə, çay həll olub qaqa. Şu közə düşür. Yekələr qırağa at Seydan Maysov. Qırağa at onu qoy. Topa bilmiyorum. Başka Kırağda. şeyler geldi. Salam. Mürvat nə deyirsən, Mürvat? Qoy yolda çəkirəm. Mürvat tanırsan, Mürvat. Sana Rusal ne dersen. Ama sen gah Abbas der, gah Mürvet der. Bu ne məsələdir? Dedim Ruslanı gətir. Dedim ha Ruslanı da gətir, otursun bizlə qəşəng çörək yesin. Gəlmədi, qardaş. Çöl adamıdır Ruslan. Nə qədər dedim ki, quş sən idi quşu heç kim məni vurmayacaq gəlmədi. Quş vəli. Gör nə qəşəng kabab pişirib Seydan. Mürvat, bax Mürvat. Hə, Seydamın Yerim məlum Mürvat. kababına bax, qəşəng kabablardır. Çayımız da Bir hələ. hazırdır. Ücü dəmləndi. Bunun çöldə ayrı ləzzəti var. Allah'ın da olsun ayrı ləzzəti var. Demək Seydam sən bir dənə əhvalat danışım. Keçən il idi, yoxsa olmuş il idi, Qaşqaldağa pişirdik, çöldə idi. İnansan bal dadır. Evdəkilər dedi ki, gətir bir evdə də pişirək. Evdə pişirdim, onu yiyən olmadı. Bu nətər şeydir, bu niyə bərkdirlər? Çöldə ilasan, çöldə elə bir ki, pambıq kimi yedirdi o. Çöldə hər şeyin ayrı ləzzəti var. Çayın ayrı ləzzəti, yeməyin ayrı ləzzəti. Qəşəng çaydı özdə. Astara çaydı, yarpaq boyda olur, asılır, yeşil çay olur. Közümüz zevkli. Köz biraz Mangalın közü gəmli olur. çox gərək yığar. Sən ikinci partiya elədik, üstündəki, altındakı əridi Seydam, getdi. Kömürden başkası ya. Söksür ha. Axşama şey eləyərik. Axşama bir dənə yaxşı yemək pişirərik. Görək o sulu yemək nə pişirik, qazanda da düzəldək. Sulu yeməyə fikir ver ha. Sən sulu yeməyə fikir verirsən? Yok ki sen. Ha? Yok bir kötü mü? Suyuna bax onu verirsən. Bugünkü yemək işinə Seydan baxır. Həmişə biz baxırdıq. Bugünkü yemək işi Seydanlıqdır. Qəşəng çörək yeyək. İnşallah çörək yeyək, girək. İkinci partiya görək nə olur, nə gəlir başımıza. Dur gəl də, dur gəl bura. Yo, biz sabah qaydıq. Ördək, qaşqalda, Nə istəyirsən var? çilok. Sen mi moçer?
Hə, düzdür. Dişələr bir ikisini. Ehtiyac yoxdur. Su təməşə şeyin üstündə qalır. Çayımız da qaynadı. İndi uşaqlar yatıb biraz dincəlsinlər inşallah. Bundan sonra bir dənə çay içək. Ucu axşama tərəfdir. Axşam quşunu da girək gölə. Hələ ki bu günümüz normal keçir. Günortaya qədər olardı. Allah çardım. Demək, bir dənə qaşqaldaq, 2 dənə qaşqaldaq, 3 dənə qaşqaldaq, 4 dənə qaşqaldaq, 5 dənə, 6, bu da 7. 7 dənə qaşqaldaqdır. 2 dənə də çolaq ördək. 2 dənə də çolaq ördəkdir. Bəzi yerdə də gərək deyirlər. 2 dənə balaca ördək. 7 dənə də qaşqaldaq. Qaşqaldağın elə 3 dənəsini pişirdik. Günorta kabab elədik. Allah Səydən canını sağ eləsin Səydən. Şeydə də yol üstü gələndə 2 dənə də elə belə balaca balıq tutduq. 2 dənə də gələndə yol üstü balıq tutduq ki, inşallah bunda axşam qızardarıq. Günortaya qədər olan ovumuz budur. İnşallah axşam da ovuna girək. Qismət olsa sabah səhər də ova girib Bakıya tərəf qayıdacağıq. Yəni 2 gündür hələ ki çöllərdəyik. Buradan da bütün ovçu, balıqçı dostlarımızı, bizi izləyən bütün hamını salamlayıram. Onların da ovu qanlı olsun. Biraz zorla. Akşam o gün külək başladı, fikir versən. Adamı sen şey olacak dalda. Hə. Limonlu çayımız, bayaq limonumuz yaddan çıxır. Elnur dur, gəl çay iç, Elnur. Ay Elnur, gəl çay iç. Limonlu çayımız. Hə, Səyda. Gel Şahin. Hava da bulutlandı. Elnur dur, gəl çay iç, Elnur. Amaldan bırakmıyor. Hamalçatı bıraxıb hə. Buradan, deyə buradan görürsənir. Yerlənir. İndi axşam ovuna gedirik. Oradan Elnur gil gedirlər bizdən qabaq. Biraz külək də başlayıb. Əməlli başlı külək var. Külək var. Gedək külək nə olur? Ola bilsin küləkli havada quş olmadı. Quş işləmədi. Hə Səydam? İnşallah işləyərəm. Hə. Ben de boyun gelecek. Hə. Yaxşı əməlli başlı külək başlayıb. Günorta sakitçilik idi, yaxşı. Sən rahatçılıq idi. Gün də çıxmışdı. İndi belə baxanda görsəniz dal. Akşam külək olsa tezdə yaxşı qaşqaldaq olacaq. Desantçılar böyle qıraqlara durub qaparlarsa zor olur. Hə. İnşallah. Görək indi nə olur. Elə bir dənizdəsən. Elnur elə bil dənizdəsən, dalğa başlayıb. Axşama bura biz qayda bilməyəcəyik, mən sən söz deyirəm. Bərəkət hələ gedirik, külək də yavaş-yavaş bərkiyir. Dalğaya bax. Dalğaya küləkdir, imkan da olmadı. Küləkdən quş vuraq. Bəzi quşlar da vuramadık, qaçırtdı.
Bəzi quşlardır ki, hava soyuqdur, branşletlə gəliblər. Ona görə vura bilmədik. Elə bir də ördək vurduq. Axşam da soyuqdur. Bugünkü ovumuzu tamamlayırıq. 3 ördəkdir, 7 dənə də qaşqaldaq. Obşi 10 dənə quşumuz var. 3 dənəsini də əvvəldən vurmuşduq günorta. Pişirdik, cavab elədik, yedik. Obşi bugün 13 dənə quş vurmuşuq. Şükür Allah. Allah bərəkət versin. 13 dənə quş vurduq. 3-ünü pişirdik, yedik. 10 dənəsi də qaldı. Bugün külək oldu. Külək olmasa bəlkə biraz yaxşı olardı. Yenə buna da şükür. Bugünkü ovumuzu belə qutarıq, yavaş-yavaş çıxırıq qıra.